Əziz YouTube izləyicilərimiz. Bax deyirsiniz 10 manata xalça olmur. 10 manata, amma böyük xalçanın üstündə bax bu xalça 2-nin 3-ədir. İpək xalçadır. Bəli, bəli. Həm də məlumat verək. Bu ipək xalçadır. İki tərəfdən görüntü Parlaqlıq var, sintetika deyil. İpək xalçadır. İki tərəfdən görüntü netliyi var. Bu normalda 150 manatdır, amma biz bunu 95 manat endiriminə 5 günlük aksiya. Plus Bir dənə də namazlıq. Üstündə namazlıq olma hədiyyəsi ilə bir yerdə. Bax, bir dənə də bu naxışı var, bir dənə bax, zəhmət olmasın. və yeri gəlmişkən ölçüləri var. Sadəcə olaraq biz bu şeyə görə 2-nin 3-ə göstəririk. İstənilən ölçüsü var. Əlaqə saxlaya bilərsiniz ölçüləri ilə bağlı. Bunun da üstündə yenə də həmçinin namazlıq üstündə hədiyyə olmaq şərti ilə. Materialı arxası pambıqdır. Baxın, bu da onun namazlığı. Allah. Bax, bunun özünün belə, bax, arxasına bax, zəhmət olmasın. Arxası dəri zamin tel. Eli pis saçaq. Çox ağ deyil da, yəni çirkli ağ deyirlər buna, ləkə olmasın deyə. Zərrə qədər sintetikası yoxdur. Bu yumuşaq, yaxın gəl, sıxlığa bax, 800 ilmə sıxlığında. Barmaq girməz içinə. Yumuşaq maldır, keyfiyyətli. Qatlanmağına bax, bir dənə qatlayacam bax. Elə bil ki, bunu sənə satmışam, göndərəm rayona. Bax, bir nəfər qatlayır bunu. Arxasında. Bunun sərtlik deyil bir şey yox. Əziz izləyicilər, sintetik olanda sərt olur, qatlamaq da olmur. Bunu görsən, bax, əzməyə də ehtiyac yoxdur. Görsən, öz 4 fəsildir, bax, 4 fəsil gedir bu mallar. necə istəsən, balaca deliyirik, rulavoy da gətiririk, sipariş verin, sağ olun, salamat qalın. Bir də yeri gəlmişkən abunə olmağı unutmayın. Bildirişləri aktiv edin, çox xahiş edirəm. Sizin abunənizdən bizim paylaşımımız çox şey asılıdır. Yəni sağ olun, var olun, təşəkkürlər.